Salam gənclər, bugündən etibarən cəbri məsələlərin həllinə start veririk. Bugün daha sadə məsələlərlə başlayıb, hər növbəti dərs çətinlik səviyyəsini artıracaq. İlk suala başlamadan öncə kanalımıza abunə olmayı və videolarımızı bəyənməyi unutmayın. İlk sualdan başlayaq. Deməli, ilk sual bu cürdür. Deyir ki, 3 sinifdə birlikdə 119 şagird var. Yazaq, sinif 1, toplansın sinif 2, toplansın sinif 3, birlikdə 119 şagird var. Birinci sinifdəki şagirdlərin sayı ikinci sinifdəkindən 4 nəfər çoxdur. Misal üçün, 2-yə x yazaq, 1-ə x toplansın 4 yazaq. Və üçüncü sinifdəkindən 3 nəfər azdır. 1 3-dən azdır. Neçə nəfər azdır? 3 nəfər azdır, Məhəmməd. X toplansın 4-dən 3-ü çıxmalıdır. Bəli, x toplansın 1. Və bunların 3-ünün cəmi 119-dur. 3x toplansın 5 bərabərdir 119-a. 3x-i necə müəyyən edirik? 119-dan 5 çıxdıq, 114. X də bərabərdir 114 bölünsün 3. Bu neçə elədi? 38. Deməli, x-imiz oldu 38. Sualda isə deyir, hər sinifdə neçə şagird var? Misal üçün, burada 38, burada 4 artırırsınız 42, burada isə 1 artırırsınız 39. Və bunların cəmi neçə oldu? 119. Sonraki sual. Traktorçulardan ibarət 3 briqadada birlikdə 720 hektar, bunlar birlikdə 720 hektar torpaq şumladılar. Yenə 3 briqadadır. Birinci briqada, ikinci briqada və üçüncü briqada birlikdə 720 hektar torpaq şumladılar. Sonra deyir, birinci briqadada ikincidən 60 hektar çoxdur. 2-yə yenə x yazaq. 1-ə nə yazırıq Asiya? 60 daha çoxdur. Sonra nə deyir? Üçüncüdən isə 60 hektar azdır. 1 3-dən 60 azdır. O zaman 3 1-dən 60 çoxdur. Nə yazaq? X toplansın 120. Və bunların hamısının cəmi edir 720. Yəni 3x toplansın 180 oldu 720. 3x neçə etdi? 720-dən 180 çıxaq. 540. Bəs x neçə oldu? 540 bölünsün 3. Bir dəfə 3, 180. Deməli, x-imiz oldu. Yenə də hər üçünü ayrı-ayrılıqda istəyir. X-imiz oldu 180. Birinci üzərinə 60 artırırıq 240. Üçüncünün üzərinə 120 artırırıq. 180 toplansın 120. 300. Bu da ikinci sual. Baxaq növbəti üçüncü suala. Gəlin lövhəni biraz kiçildək. Görək üçüncü sualda nədir? Şagirdlərdən ibarət 3 qrup məktəbin sahəsində, yəni məktəbin bağında deyək ki, 65 ağac əkdi. 3 qrup. Sual 3 yazaq. Birinci qrup, ikinci qrup və üçüncü qrup. 65 ağac əkdilər. Cəmdə oldu 65. İkinci qrup, üçüncü qrupdan 10 ağac çox əkib. Yəni, bura x yazsaq, burada 10 ağac artıqdır, x toplansın 10-dur. Sonra deyir, və birinci qrupdan 2 dəfə çox ağac əkib. İkinci qrupdan gedir söhbət. Birinci qrupdan 2 dəfə çox ağac əkib. Yəni, 1-2-dən 2 dəfə nə oldu? Az. 1-2-dən az oldu. Əgər 2-1-dən çoxdursa, baxın nədir? İkinci qrup 3-cüdən 10 ağac çox və birinci qrupdan da 2 dəfə çox ağac əkib. İkinci birincidən 2 dəfə çox. Onda birinci ikincidən 2 dəfə az. X toplansın 10 bölünsün 2. Hər qrup neçə ağac deyir əkib. Gəlin bunu müəyyən edək. Bunların yenə hər birini toplayıb 65-ə bərabər etməliyik. Edin. Və ortaq məxrəc 2-ni götürməliyik burada. X toplansın 10 bölünsün 2. Toplayaq. 2x toplansın 10 bərabərdir 65-ə. Ortaq məxrəc 2-ni götürsək, x toplansın 10, toplayaq 4x
toplansın 20. Niyə bu cür yazdım? Çünki ortaq məxrəc 2 gətirirəm, bunları 2-yə vururam. Bunun ki aşağısında 1 var görünməyən formada. Elədə 65. Nə oldu? 5x toplansın 30 bərabərdir 130. 2 dəfə 65. 5x neçə elədi Aytaç? 100 x də bərabərdir. Bəli, x də bərabərdir 20-yə. Deməli bu 20-dir, bu 30-dur. Bu da 30 bölünsün ki 15-dir. Bu da 3-cü sual. 4-cü sualda deyir ki, bağda 1800 kilo tərəvəz yığıldı bağdan. Kiçildək bunu. Bağdan 1800 kilo tərəvəz yığıldı. Kartofun miqdarı çuğundurdan 5 dəfə çoxdur. Kartof, çuğundur 5 dəfə çoxdur. Dəfə deyirsə biz bunu vururuq. 5 dəfə çoxdur. Kələmin miqdarı isə çuğundura nisbətən 120 kiloqram artıqdır. Kələm də çuğundura nisbətən 120 kilo artıqdır. Yəni, x-in üzərinə 120 artırırıq. Və bunların hamısının cəmi elədir 1800. Yəni, 7x toplansın 120 bərabərdir 1800. Məhəmməd, 7x nəyə bərabərdir? 7x 1800 Bəli, bu da elədir 1680. X-i də müəyyən etmək üçün. Bəli, super. 2 dəfə 14. Neçə? 240 oldu bizim x-imiz. Çuğundur 240. Kələm üzərinə 120 artırırıq. 360. Kartof da 5-i 240-a vursaq. Neçə elədi? 1200. Aha, bu qədər sadə. Davam edək. Bunları qeyd edin. Bu 4-cü sual idi. Keçək 5-ci suala. Gəlin ekranı daha da kiçildək. Kiçiltdik Məhəmməd bunu. Tamam. Növbəti sual. 3 ardıcıl tam ədədin cəmi 180-dir deyir. 3 ardıcıl. Ardıcıldırsa, gənclər belə yazaq. X toplansın 1 və x toplansın 2. Ard-arda gəlir ədədlər. Bunların cəmi 180-dir. 180-dir. Sonra bu ədədləri deyir tapın. Nə edirik burada? Bəli, 3x toplansın 3, bərabərdir 180-ə. 3x neçə elədi? 177. X neçə oldu Aytaç? Neçə? 177 3-ə böldük, oldu 59. Deməli, bu ədədlər 59, 60 və 61-dir. 2 ardıcıl tam ədədin hasilinin növbəti 2 ardıcıl tam ədədin hasilindən 38 vahid az olduğunu deyir, bilirik. Baxın, 2 ardıcıl tam ədədin hasili, vurduq bunları bir-birinə. Sonra nə deyir? Növbəti 2 ardıcıl tam ədədin hasilindən 38 vahid az olduğu bilinir. Yəni, bunlar bir-birinə bərabər olması üçün mən ilk 2 ardıcıl tam ədədin hasilinin üzərinə nə artırmalıyam? 38. Artıraq 38. Ki, bunlar bir-birinə nə olsun? Bərabər. Çünki bizə deyir ki, ilk 2 tam ədədin, ard-arda gələn tam ədədin hasili bundan sonra gələn növbəti 2 tam ədədin hasilindən 38 qədər azdır. Bərabər olması üçün, yəni biz bunun üzərinə 38-i artırmalıyıq. Artırdıq. Bu ədədlər arasında ən kiçiyini tapın. Yəni, x istəyir Sabina. Necə müəyyən edirik? 38 toplansın. X-ə vur. X-in kvadratı. X-i 1-ə vur. Toplansın. X bərabərdir. X-ə vur. X-in kvadratı. X3-ə vur. 3x. 2x-ə vur. 2x, 2 dəfə də 3, 6. İndi baxın uşaqlar.
Burada x kvadrat digər tərəfə mənfi ilə gəlir də. Biz bu x kvadratları ixtisar edək. Burada nə oldu cavab? 38 toplansın x bərabərdir 5x toplansın 6-ya. 6-yı bərabərin digər tərəfinə mənfi ilə gətirək. 38-dən 6 çıxaq. 32. X-i də digər tərəfə mənfi ilə 4x elədi və x bərabər oldu 8-ə. Bizdən də ən kiçiyini istəyir. Ən kiçiyi x-dir. Ən böyüyünü istəsə x-in üzərinə 3 artırırdıq, olurdu 11. Bu qədər. Bir sonraki sual. Gəlin lövhəni silək. Sual 7. 4 ardıcıl tam ədədin arasında 4 ardıcıl tam ədəd. Yazaq bu cür. 4 ardıcıl tam ədədin arasında ən kiçik ədəd ən böyüyün 3də 2-sidir. Ən böyüyün 3də 2 hissəsinə bərabərdir. Ən kiçik ən böyüyün 3də 2 hissəsinə bərabərdir. Yəni x bərabərdir 3də 2 vurulsun x toplansın 3-ə. Yəni bizim x-imiz x toplansın 3-ün 3də 2-sinə bərabərdir. Çarpaz etsək 3 bu tərəfə gəlir. 3x bərabərdir 2 dəfə x, 2x, 2-yi də 3-ə vuraq 6. Və x neçə oldu? 6. Niyə x yazdım? 2x bu tərəfə mənfi ilə gəldi. 3x-dən 2x çıxdıq, oldu 6. X-imiz 6-dır, ən kiçik 6-dır, ən böyük də 9-dur. Burada da deyir, bu ədədləri tapın. 6, 7, 8, 9. 8-ci sual. 4 ardıcıl tam ədədin arasında ən kiçik ədəd, ən böyük ədədin 80%-na bərabərdir. X toplansın 1, x toplansın 2, x toplansın 3. 4 ədəd yazdım. Deyir ki, ən kiçik, ən böyüyün 80%-na bərabərdir. Yəni, x bərabərdir, x toplansın 3-ün 80%-na. Ədədin faizini necə müəyyən edirik? 80-ə vuraq. Ay, sağ ol. 100x ilə çarpaz etsək, 100 bura gəlir. 100x bərabərdir. 80x-ə vurun. 80x, 3-ə vurun. 240. 100x-dən 80x-ə çıxın. 20x bərabərdir 240-a. Asiya x neçə oldu? Bəli, 240-ı 20-yə böl. 12. Sualda nə deyir? Bu ədədlər arasında ən kiçiyi tapın. Yəni, x-i tapın, o da oldu 12. Sual 9-a baxaq. Düzbucaqlının uzunluğu onun enindən 2 dəfə artıqdır. Sual 9. Misal üçün bir düzbucaqlı çəkək. Bu cür bir düzbucaqlı çəkək. Bizə deyir ki, onun uzunluğu enindən 2 dəfə artıqdır. Misal üçün, eni x olsun, uzunluq 2 dəfə artıqdır, 2x olsun. Düzbucaqlının perimetri əgər 144 cm-dirsə, uzunluğunu və enini tapın. Çox sadə. Perimetr düsturuna baxaq. P nəyə bərabərdir? 2 vurulsun, A toplansın B. Yəni, perimetr nə deməkdir? Bütün tərəflərin cəmi. Və bu bərabərdir. 2 vurulsun, nəyə? 2x toplansın x-ə. 3x-ə. Bu da oldu 6x və cavabını da verib 144-dür. Əgər 6x 144-dürsə, x nəyə bərabərdir? 144 bölünsün 6-ya. 2 dəfə 12, 24-ü 6-ya bölün 24. Deməli, bizim n oldu 24, uzunluq oldu 48. Bu qədər sadə. Və bugünün sonuncu sualına baxaq. 10-cu sual. Burada isə deyir, əgər düzbucaqlının uzunluğunu 4 cm azaltsaq, enini də 7 cm artırsaq, onda sahəsi ilkin düzbucaqlının sahəsindən 100 cm kvadrat çox olan kvadrat alınır. Gəlin bu sualı bu cür yazaq. İlk öncə kvadrat alaq, gerdən başlayaq. Deyək ki, kvadrat olsun. Aha, bu cür kvadrat olsun. Əvvəlini də bir düzbucaqlı edək. Və deyək ki, kvadratın tərəfləri olsun A və A. Suala indi geri əvvəldən qaydaq. Əgər düzbucaqlının uzunluğunu 4 cm azaltsaq,
Uzunluq buradır. 4 sm azaltdıq, A oldu. O zaman əvvəli nə idi? 4 azaltdıq, A oldu. Aydındır Məhəmməd? Deyir ki, N-ni də 7 artırdıq. 7 artırdıq, A oldu. Onda əvvəli nə idi? A hissə oldu. A mənfi 7. Və bundan sonra nə baş verdi? İlkin düzbucaqlının sahəsindən 100 sm kvadrat çox oldu sahəsi. Yəni, bunun sahəsi nə idi? A toplansın 4, vurulsun A mənfi 7. Bunun da sahəsi A kvadrat. Bu, bundan 100 artıq oldu. 100 sm kvadrat artıq oldu. Onda belə yazaq. A kvadrat bərabərdir. Bunun sahəsi bir də üzərinə 100 artırırıq. Vuraq, A-yı A-ya vur. A kvadrat mənfi 7A, müsbət 4A, mənfi 28. Bir də bunun üzərinə nə artırasıyam? 100. İxtisar et, 0 bərabərdir. Bu nə elədi? Mənfi 3A, müsbət 72 artıraq. Mənfi 3A-yı bu tərəfə gətirək müsbət 3A ilə. Bərabərdir 72. A neçə elədi? 72-yi 3-ə bölürük. 24. Deməli, alınmış kvadratın tərəfi oldu 24. Əvvəl də düzbucaqlının uzunluğu və eni 28 və 24-ün üzərinə 4 artırdıq 28. 7 çıxdıq neçə oldu? 17. 17 idi, üzərinə 7 artırmışdıq, 24 olmuşdu. Bugünlük dərsimiz bitdi, gənclər. Bir daha xatırladırıq, kanalımıza abunə olmayı və video dərslərimizi bəyənməyi unutmayın. Sağ olun, gələn dərslərdək.